gözündə askı, magnitofon da oxuyur, Mercedes, təzə bardağın suyu sərin olaraq təzə almışam, mənə ləzzət verir. İndi görərəm ki, yolda bir Zaporoji dayanıb yolun qırağında bir nəfər mənə əl elədi ki, bəs saxlamaq üçün mən böyle büyüdüm, keçdim, bundan tərəfə saxladım, gözümdə askı, halım da qəşəyəndi. Gəldi ki, bəs mən 10 kilometr Ləkiyəcəd Ağdaş ərazisində, Ləkiyəcəd mənim bu qüsur lazımdır aparmaq. Ne olar, mən də xeyriyyətçiliyi sevirəm. Bağla, qardaş, bu qüsurun var, bağla maşının dalına. Bu da bağlayar bu qoçağı. Sür. Ne də sürürəm, bu magnitofon da orada oxuyur, gözümdə açıq, yaya edir, gəlirəm. Onda gördüm ki, nəsə signal səsi gəlir, bip, bip. Belə baxdım, o qabaqdan maşın gəlmir, sağ, sol, belə. Dedim, yağın zap istədi, signal səsi düşüb. Gördüm, zapis, təmiz zapis daxı. Belə baxdım güzgidə, gördüm bir Zaporoji məni keçir Avquna. Baxdım spidometrə, dedim, mən 100 gedirəm, bizim Mercedes. Nətər olur ki, bu gəlir mən Avquna keçir. Doğru sözü, ayağımı qoydum qaza, bir 120-130. Mən qəlbimdə fikirləşdim ki, yağın təbi Zaporoji qaldı arxada. Yenə öz aləmimdə gəlirəm. Onda yenə qulağım səs eşitdi. Bip, bip. Yenə baxdım, gördüm, bu gəlir böyrümdədir. Demə, bu qorxudan böyrə çıxır ki, yolda yağmaya görə, bir daşa zada görə ki, qorxur da, mənə saxlatdırmaq istəyir böyrə. Ayağımı qoydum qaza, nə qoydum? Mercedes olar, təzə maşın. 160, 170. Gəldim, bu Kürdəmiri keçdim, bu enli yol var orada. Enli yolda gördüm, gənə bip-bip səsi gəlir. Baxdım, güzgü gördüm, bu Zaporoji böyrümdədir. Keçirəm buna, saxladım, gəl kesin, mən nə mani olursan mənə, gəl kes, bir ara ölmüşəm, məni hara getmişsən? Mən 10 kilometr demişdim sənə, məni hara getmişəm, mən neynə qaydacam buna? Dedim, bu sənin üstü, mənim yadımdan çıxıb sənə bu qısıra mən bağlamışam, qardaşım.